Funksiyanın tədqiqi ilə bağlı olan test suallarını 200-ə qədər olanını izah etmişdim. 200-dən 253-ə qədər olan suallarınız da yenə də funksiyaya aid olan, yəni artma, azalma aralığı, ekstremumlara, əyilmə nöqtəsi, qabarıqlıq, çöküklük intervalına aid olan suallardır. Və bu suallarda hamısını detallı olaraq çalışacağım indi sizə izah edim. 201 nömrəli sualda yenə də əyilmə nöqtəsinin müsbət apsisi soruşulur. Əyilmə nöqtəsini artıq biz tapmağı bilirik. İkinci tərtib teoremənin sıfıra bərabər olan nöqtəsi əyilmə nöqtəsi axtarmaq üçün istifadə edəcəyimiz deməli ilkin addımdır. Birinci tərtib teoreməsini tapaq. 4x kubu çıxaq. 12x kvadratı çıxaq. 96x üstə gələk 6. Teoremanı artıq tapmağı bilirsiniz. Yəni bunun üzərində, izahı üzərində çox dayanmayacağım. İkinci tərtib teoreməni də tapım. 12x kvadratı çıxaq. 12x kvadratının teoreməsi 24x eləyər. Çıxılsın, burada da qalar 96. Bərabərdir 0. Bu kvadrat tənliyi həll eləyək. Bunun üçün 12-yə bölə bilərəm hər tərəfi. Burada bizdə qalar belə bir ifadə. X kvadratı çıxaq 2x çıxılsın. 96-nı 12-yə böləndə 8 dəfə olar. Bərabərdir 0. Və teoreminə əsasən 2 dənə kökümüz var. Biri 2-dir, biri 4. Bunlardan hansı mənfidir? 2 mənfidir. Çünki hasili -8 eləməlidir. Cəmi isə müsbət 2 eləməlidir. Və teoreminə əsasən. Və bizdən əyilmə nöqtəsinin müsbət apsisini soruşulduğuna görə cavabımız olur 4. 202 nömrəli sualda qrafikin çöküklük intervalı soruşulur. Yenə də biz ikinci tərtib teoreməni tapmalıyıq. Birinci tərtib teoreməsini tapım. Funksiyanın 4x-in kubu çıxaq. 12x kvadratı çıxılsın. 96x üstə gələk 6. İkinci tərtib teoreməsini də tapım. Bayaqki funksiyada elə bil. 12x kvadratı çıxılsın. 24x çıx 96. Hə, bayaqki funksiyanın eyni o ifadə alınır. X kvadrat çıxaq 2x çıx 8 almışdıq. Və bunun da vurğularının birinə biz deməli -2 dedik. X plus 2, bir dənə də x çıx 4. Çöküklük intervalında böyükdür 0 olmalıdır və siz bərabərsizliyin intervallar metodu ilə həllinə əsasən bilirsiniz ki, 2 dənə kök varsa hər ikisini yazıram. Biri -2, biri isə 4-dür. Arada 0 nöqtəsi götürüb işarəni yoxlayıram. 0-da müsbətdir, 0-da müsbətdir. Deməli, bir dəqiqə yox, burada mənfidir. Onda hasili mənfi olur, kənarlarda isə müsbətlər olur. Bizə də böyük 0 lazım olduğuna görə deməli bizim cavabımız mənfi sonsuzluqdan -2-yə və 4-dən müsbət sonsuzluğa qədər olacaq. Bunu yazmasam da olardı. Bu paraboladır, qrafik paraboladır. -2 və 4 nöqtələrində parabola x oxunu kəsir və mənfi olan hissə aşağıda qalan, yəni x1, x2 kökləri arasında qalan hissələrdir. Müsbət olan qolları isə mənfi sonsuzluqdan x1-ə qədər, x2-dən müsbət sonsuzluğa qədər olan hissələrdir. Bunlar orta məktəb kursundan artıq siz onu bilirsiniz. Cavabı düzgün aldıq. Funksiyanın üfüqi asimtotu soruşulur. Üfüqi asimtotu tapma qaydasına biz əslində bilirdik. Kx üstə gələk b-ni mən axtarıram. K-nı necə taparlar? K-nı tapmaq üçün yazırdıq limit fx bölünsün x-a. X yaxınlaşanda sonsuzluğa. Və buradan nə alıram? Fx x kvadratı y üstü -x bölək x alacam. X-ların bir ixtisarı getsə və y üstü x-lə məxrəcə versəm, qalar x bölək y üstü x. X sonsuzluğa gedəndə sürət də sonsuzluğa gedir, məxrəc də sonsuzluğa gedir, qeyri-müəyyənlik alınır. Ona görə biz L'Hopital qaydası tətbiq edə bilirik. L'Hopital qaydasına əsasən sürətin ayrı teoreməsi, məxrəcin də ayrı teoreməsini alıram. Alınır 1 bölünsün, yenə də y üstü x və x sonsuzluğa gedəndə, məxrəc sonsuzluğa gedəndə bu limit 0-a gedir. Deməli, k-nın qiyməti 0-dır. B-nin qiymətini isə tapanda fx-dan kx-ı çıxırdıq. Biz bu limiti tapmalıydıq. Limit
x yaxınlaşanda müsbət sonsuzluğa. K-nın qiyməti 0 olduğuna görə sadəcə fx qalıb. Deməli, belə alınır ki, biz elə fx-in limitini tapmalıyıq. Tapaq, fx-in limitini tapaq. Bərabərdir. Fx sözü nə idi? Fx x-in kvadratı y-x idi. Y-x'i salırıq məxrəcə. X sonsuzluğa gedəndə sürətlə məxrəclə sonsuzluğa getdiyindən L'Hopital qaydasına əsasən yenə də teoremə ala bilərik. Burada alıram 2x bölək y üstü x. Yenə də qeyri-müəyyənlik yarandığı üçün bu zaman yenə də teoremə almağa ixtiyarım var. 2 bölək y üstü x qalır. Və x sonsuzluğa gedəndə bu limitdə 0-a gedir. X da 0, y, k da 0, b də 0 olduğundan deməli y bərabərdir 0 aldıq biz. 0 bu funksiyanın asimtotu olur. 204 nömrəli sualımıza baxaq. Funksiyanın qrafikinin əyilmə nöqtəsinin absisi. Bunu bilirik, amma yenə də detallı olaraq həll edək. İkinci tərtib teoreməni almalıyam. Y üstü mənfi x-in kvadratının teoreməsi y üstü mənfi x kvadratı özü, bir də mürəkkəb funksiya olduğuna görə qüvvətindən teoremə almalıyam. O da mənfi 2x-ə bərabərdir. Bu birinci tərtib teoremə idi. Bu birinci tərtib teoremədən bir dənə də teoremə alsam, bu ikinci tərtib teoremə olacaq və bu zaman buna hasil kimi baxmalıyam. Hasil kimi baxsam, birincinin teoreməsi y üstü mənfi x kvadratı vurulsun mənfi 2x. Bu birincinin teoreməsi idi. Vuraq ikinci funksiya olduğu kimi qalar. Üstə gələk. Birinci funksiya olduğu kimi qalır. İkinci funksiyadan da teoremə alanda bu mənfi 2 eləyir. Bərabər. Y üstü mənfi x kvadratını hər bir halda kənara çıxara bilirəm. Qalır burada 4x-in kvadratı çıxılsın 2. Bərabərdir 0. Və burada bu tənliyin həllində y üstü mənfi x kvadrat 0 eləməz. Deməli, digər mötərizə 0 eləməlidir. X kvadratı bərabər olur 2 bölək 4-ə, yəni 1 böl 2-yə. Onda x bərabər olur müsbət mənfi 1 bölək kök altı 2. Bizdən də nə soruşurdu? Əyilmə nöqtəsinin absislərini soruşurdu. Onu da düz tapdıq. Qrafikin şaquli asimtotları x bərabər a və x bərabər b olarsa, a üstəgəl b cəmi tapın. Burada çox sadə bir şeydir əslində. A və b hansı nöqtələrdir? A və b məxrəci sıfıra çevirən nöqtələrdir. Yəni, məxrəcin kökləridir, belə deyə bilərik. Çünki şaquli asimtotlar kəsilmə nöqtələrini ala bilmədiyi üçün biz o nöqtələri asimtotlar hesab edirik. Və Viet teoreminə əsasən a üstəgəl b cəmi əks işarə ilə çevrilmiş kvadrat tənlikdə x-in əmsalını verir. Əks işarə ilə də bu mənfi 3-ə bərabərdir. Yəni, burada heç həll etməli heç bir hissə qalmır. X mənfi sonsuzluğa yaxınlaşanda mail asimtotu tapın. Bizim bir dənə belə bir sualımız deyəsən var idi, amma x müsbət sonsuzluğa yaxınlaşanda almışdıq biz bunu. Yenə də k və b-ni tapmaqla biz bunu həll edə bilərik. Limit x yaxınlaşanda sonsuzluğa olsun, mənfi sonsuzluq. Mənfi sonsuzluqdur, mənfi sonsuzluq qoyaq da bizdə. X üstə gələk 2 arctangens x bölək x yazırdıq. Yəni fx böl x. Burada da nə qalır? Burada qalır 1 üstə gələk 2 arctangens x. Arctangens x bölünsün x. Bu limiti tapmalıyam. Bu limit nəyə bərabər olur? X mənfi sonsuzluğa gedəndə nəyə bərabər olur? Bərabər olur. 1 qalır olduğu kimi ədəddir. Arctangens mənfi sonsuzluğa gedəndə burada arctangens gedir mənfi pi böl 2-yə. 2 vurulsun mənfi pi böl 2. Müsbətdə müsbət pi böl 2-yə gedir. Mənfidə mənfi pi böl 2-yə. X da nəyə gedirdi? Mənfi sonsuzluğa. Burada 1 böl sonsuzluq yaranır. 1 böl sonsuzluq da limit nəyə bərabərdir? 0-a. Deməli, burada qaldı 1. K-nın qiyməti 1-dir. Önəmli olan indi B-ni tapmaqdır. B isə bərabər idi. Fx çıxılsın Kx-a. Bu limit tapılmalıydı. Fx-imiz bizim elə x üstə gələk 2 arctangens x-dir. Çıxılsın kx, k1 olduğuna görə çıxılsın x alırıq. O da bərabərdir. X-lar islah olsa qalacaq 2 arctangens x. Və biz də dedik ki, x əgər mənfi sonsuzluğa gedirsə, arctangens mənfi pi böl 2-yə gedir.
Burada alınır pi 2 vurulsun mənfi pi bölü 2. Və burada da nə qalır? Qalır mənfi pi. Deməli, k-nı da tapdıq, b-ni də tapdıq və bunları yerində yaza bilərik. Y bərabərdir kx, yəni k1-dir. Üstə gələk b, yəni üstə gələk mənfi pi. Tam düzgün cavab almışıq. 207 nömrəli sualda parçada ən böyük qiymət. Bu bildiyiniz bir şeydir. Əslində orta məktəbdən hazırlaşan vaxtda, abituriyent olan vaxtda etdiyiniz bir şeydir. Birinci nə etmək lazımdır? Birinci parçanın uc nöqtələrində funksiyanın qiymətini yerinə yazmaq lazımdır. Sıfırda funksiyanı alır. 0 bölək 1 0 alır. Sonra 2-də nə alır funksiya? 2-də alır 2 bölək 1 üstə gəl 4, yəni 5. Bunları qoyduq kənara. 2 dənə qiymətimiz hələ ki var. Sonra nə etməliyik? Sonra böhran nöqtələri tapmalıyıq. Böhran nöqtəsi üçün funksiyanın törəməsini tapıb 0-a bərabər edirik. Bu funksiyanın törəməsi nisbət funksiyası olduğuna görə məxrəcin kvadratı, sürətdə isə yazırıq. Sürətin törəməsi vuraq məxrəc, çıxaq, sürət vurulsun, məxrəcin törəməsi, o da 2x eləyir, bərabərdir. Açsam bunu 1 üstə gəl x kvadratı, çıxılsın 2x kvadratı, qalacaq 1 çıxaq x kvadratı. Məxrəcdə isə 1 üstə gəl x kvadratının kvadratı bərabərdir 0. Məxrəc 0 olmaz, sürət 0 olar. Sürət də x bərabərdir, müsbət mənfi 1-də 0 olacaq. Deməli, 3-cü mərhələ olaraq mən f-ə 1 qiymətində yoxlamalıyam. 1 bölünsün 1 plus 1 2 eləyir. 4-cü halda isə f-in mənfi 1 yoxlamaq ehtiyac yoxdur, çünki mənfi 1 bu parçaya daxil deyil. Bunu yoxlamıram. Onda 3 dənə variant qaldı. F0-da neynəmişdi? 0 eləmişdi. F2-də 0,4 eləmişdi. F1-də isə 0,5. Hansı böyükdür? Elə bu böyükdür. 0,5 böyükdür. Deməli, 2-də 1 ən böyük qiymətimizdir. Bunu da aldıq. Mənfi bir parçaya daxil deyildi. Onu yoxlamağa gərək yox idi. Yenə də ən böyük, ən kiçik qiymətləri istəyirsə, ilkin olaraq parçanın uc nöqtələrində funksiyanın qiymətini yoxlayırıq. Sinus 2-ni mənfi pi bölü 2-yə vuranda sinus mənfi pi olur. Mənfi pi çıxaq, olacaq üstə gələk. Pi bölü 2 bərabərdir. Sinus mənfi 1-dən alır, 0 alır. Buradan pi bölü 2 qalır. İkinci halda f müsbət pi bölü 2-də yoxlamalıyam. Ya da eyni şey olacaq, yox olmayacaq. Bu sinus müsbət pi eləyəcək. Çıxılsın pi bölü 2. Sinus 1-də 0 alır, burada qaldı mənfi pi bölü 2. Bu 2 dənə qiymətim var, hələ ki bunu saxlayayım. İndi törəməni almalıyam, böhran nöqtəsində yoxlamalıyam. Sinusun törəməsi kosinus 2x-dir, 2x-in də törəməsi 2-dir. Çıxılsın x-in də törəməsi 1-dir. Bərabər 0 eləyək ki, böhran nöqtəsini alaq. Kosinus 2x bərabər olacaq 2-də 1-ə. Mənfi pi bölü 2 pi parçasında kosinus nə vaxt 2-də 1 alır? Ümumiyyətlə, kosinus nə vaxt 2-də 1 alır? Müsbət mənfi 2-də 1 alır 60 dərəcədə pi bölü 3-də. Onda buradan alıram ki, x bərabərdir, müsbət mənfi. Dövrlərini yazmıram da, onsuz da bütün hamısı lazım deyil ki bizə. Pi bölü 6. Hər ikisi o parçaya daxildir, hər ikisi parçaya daxildir. Onsuz da ki, hər ikisini deməli yoxlamaq məcburiyyətindəyəm. Yoxlayım. Üçüncüsü. F pi bölü 6-da yoxlayıram. Burada funksiya nə idi? Sinus 2x idi. Çıxaq x idi. Sinus 2x, çıx x. 2-yə vursam burada alıram sinus pi bölü 3. Çıxaq, nə idi orada? Pi bölü 6-nı yerinə qoyuram da bərabərdir. Sinus pi bölü 3 sinus 60 dərəcədir. Sinus 60 dərəcədə alır kök 3 bölü 2. Çıxılsın pi bölü 6. Bu hansı kiçikdir? Bu müsbət ədəd verir də bizə yəqin ki. Pi-nin qiymətini 3,14 olaraq qəbul eləsəm, bu 1 tam nə qədərdir? Bu da 0 tam nə qədərdir? Bu müsbət ədəddir.
F-i bir də mənfi pi bölü 6-da yoxlayaq. Onda sinus mənfi pi bölü 6 eləyəcək. Sinus mənfi pi bölü 6 mənfi kök 3 bölü 2 eləyər. Çıxılsın. Bir də pi bölü 6. Amma üstəgəl olacaq da burada. Çünki mənfisini yoxlayıram axı. Bu da eləyəcək pi bölü 6 çıxaq. Kök 3 bölək 2. Bunların içində ən kiçik olan bu müsbətdir. Bu müsbət ədəddir. Üçüncü aldığım qiymət müsbət ədəddir. Birinci aldığım da müsbət idi. Pi bölü 2 müsbət idi. Mənfi pi bölü 2 ilə bunun arasında qalıram. Mənfi pi bölü 2 daha kiçikdir. Yəni pi bölü 6 çıx kök 3 bölü 2-dən mənfi pi bölü 2 daha kiçikdir. 1 tam nə qədərsə edir, amma burada 0 tam alınır. Ona görə də cavabımız olur məhz ikinci aldığımız qiymət. Mənfi pi bölü 2. Siz özünüz də dəqiq, yəni hesablama ilə ala bilərsiniz. Qabarıqlıq intervalı demişik. İkinci tərtib teoremənin kiçikdir 0 aralığına baxmalıyıq. Birinci mərhələ budur. Birinci tərtib teoreməsini tapım əvvəl. 3x-in kvadratı çıxılsın 24x birinci tərtib teoreməsidir. İkinci tərtib teoreməsi isə bunun olar. 6x çıx 24. Sıfıra bərabər eləyim ki, əyilmə nöqtəsini tapım, onun ətrafında tapacam onsuz da. Amma lazım deyil, birbaşa da yaza bilərəm. Əslində kiçikdir 0 həll etmək olar. 6x çıx 24 kiçikdir 0-dan. X də kiçikdir 4-dən. Mənfi sonsuzluq 4. Qrafikin əyilmə nöqtəsinin apsisini tapın. Əyilmə nöqtəsini tapaq görək var ümumiyyətlə. İkinci tərtib teoremi almalıyıq. Sıfıra bərabər etməliyik. Hasil funksiyasıdır. Hasil funksiyası kimi baxım. Birinci tərtib teoreməni alın. Birincinin teoreməsi vurulsun. İkinci funksiya. Üstə gələk. Birinci funksiya vuraq. İkinci funksiyanın teoreməsi. Cavab olur belə. Bundan bir dənə də teoremi almalıyıq. Arctangensin teoreməsi 1 bölək 1 üstə gəl x kvadratdır. Üstə gəl buna nisbət kimi baxmaq lazımdır. 1 üstə gəl x kvadratının kvadratı. Sürətin teoreməsi vur məxrəc. Çıxaq. Sürət vur məxrəcin teoreməsi bərabər. Ortaq məxrəc gətirək də bunu. 1 üstə gəl x kvadratının kvadratı. Burada biri var, biri yoxdur. Ona görə 1 üstə gəl x kvadrat olar. Üstə gələk. Burada 1 üstə gəl x kvadrat çıx 2x kvadratından 1 çıx x kvadratı qalar. 1 çıx x-in kvadratı bərabər. X kvadratlar getdi, qaldı 2 bölünsün 1 üstə gəl x kvadratının kvadratı bərabərdir 0 ki, mümkün deyil. Məxrəc həmişə müsbətdir, sürət də həmişə müsbətdir. Müsbəti müsbətə böləndə 0 eləməz. Ona görə nəyə yoxdur? Bunun əyilmə nöqtəsi yoxdur. Çünki ikinci tərtib teoremə 0-a bərabər olası tənliyin həlli yoxdur. X bərabər 2 nöqtəsi A-nın hansı qiymətində verilən funksiyanın qrafikinin əyilmə nöqtəsinin apsisi olar? Olması üçün ikinci tərtib teoreməsi X bərabər 2 nöqtəsində 0-a bərabər olmalıdır. Birinci tərtib teoreməsini tapım ki, sonra ikincini tapım. Y üstü x-in teoreməsi, y üstü x-in özü üstə gəl. Ax kubun teoreməsi A əmsaldır, bizə mane olmur, qalır yerində. X kubun da teoreməsi 3x-in kvadratıdır. İkinci tərtib teoreməni də alım. Y üstü x-in teoreməsi özü A əmsaldır, yerində qaldı. 3 əmsaldır, yerində qaldı. X kvadratının da teoreməsi 2x-dir. Deməli, biz buradan aldıq. Y üstü x üstə gələk. 6ax bərabərdir 0-a nə zaman x-in yerində 2 yazanda y üstü 2 üstə gələk. Üstə gələk nə? Üstə gələk 12a bərabərdir 0-a 12a bərabərdir. Y-ni bu tərəfə keçirsək olacaq mənfi y-nin kvadratı, a da bərabərdir mənfi y-nin kvadratı böl 12. Tamamilə düzgün cavab. Əyrinin yenə də mail asimtotu soruşulur. Biz bunu artıq bilirik. Birinci k-nı tapmalıyam. Sonra da b-ni tapmalıyam. K bərabərdir. Limit x
yaxınlaşır sonsuzluğa. Fx bölək x. X kvadrat plus x 2x plus 3 fx idi. Fx-də x-ə bölmək, məxrəcdə x yazmaqdır. Və burada fikir verirsəz, sürətdə x kvadrat plus 1, məxrəcdə 2x kvadrat plus 3x olduğundan bu limit eyni çoxhədli, eyni qüvvətləri eyni olan çoxhədli olduğu üçün əmsalları qalır. 1 bölü 2 qalır. K-nı tapdıq. 1 bölü 2 neçə variantda var? 1, 2, 3 elə hamısında var. Onda B-ni də tapmalıyam. B fx çıxılsın, kx limiti idi. Fx-imiz x kvadrat üstə gəl 1 bölək 2x plus 3-dür. Çıxılsın k vur x, yəni 2-də 1 x bərabər. Ortaq məxrəc gətirməliyəm. 2 vurulsun 2x üstə gələk 3. Burada 2 yox idi. 2-yə vurduq. 2x kvadrat plus 1 çıxaq. Burada isə bu birisi məxrəcə vurmalıyam. Bunun ikisi var. 2x-i 2x-a vursam 2x-in kvadratı çıxaq. Bir dənə də 3x olar. Hər halda 2x kvadratları getdi. Nə qaldı? 1 çıx 3x. Məxrəcdə isə 4x üstə gəl 6. Sürət və məxrəc eyni qüvvətli çoxhədlər olduğu üçün əmsalları qalır. Mənfi 3-ün 4-ə nisbəti. Mənfi 3-ün 4-ə nisbəti bu funksiyanın limitidir. B-miz də deməli oldu. Mənfi 3 bölü 4. Hər ikisini düzgün aldıq. 213 nömrəli sual. Çöküklük intervalı soruşulur. Funksiyanın çöküklük intervalı ikinci tərtib teoreminin sıfırdan böyük olması olmalıdır. Birinci tərtib teoremini alıram. L-nin teoreməsi 1 bölü x olduğundan 1 bölü 1 plus x kvadrat. Bir dənə də mürəkkəb funksiya olduğu üçün mötərizənin teoreməsini alırıq. O da eləyir 2x. Bunun ikinci tərtib teoreməsində almaq üçün artıq biz buna baxırıq nisbət kimi. 1 üstə gəl x kvadratının kvadratı. Sürətin teoreməsi. Sürət deyəndə 2x-dir. Sürətin teoreməsi vuraq məxrəc. Çıxaq. Sürət vuraq. Məxrəcin teoreməsi də 2x eləyər. Mötərizələri bir-birinə vurub açsam, burada eləyəcək 2 üstə gəl 2x kvadrat çıx 4x kvadrat. Buradan da 2 çıx 2x kvadratı qalar. Bərabər nəyə? Çöküklü intervalı üçün böyükdür sıfırdan. Məxrəc onsuz da həmişə sıfırdan böyükdür. Sürətin sıfırdan böyüklüyü lazımdır. 2 çıx 2x kvadratının sıfırdan böyük olması. Hər tərəfi mənfi 2-yə bölsəm, alınar x kvadrat çıx 1 kiçikdir sıfırdan. Parabolada 2 dənə bu funksiyanın kökü var. X çıx 1, x plus 1 kiçikdir 0 həll etmək üçün köklər nədir? Cavab daha doğrusu x1, x2 kökləri arasında olan interval düzgün cavabdır. Mənfi 1, müsbət 1. Bunu bayaq yuxarıda parabola qaydası ilə izah etdim. Yəni bildiyiniz bir şeydir əslində. Nə edirsiniz burada? Nə edirdiniz? İntervallarda yazırdınız mənfi 1, müsbət 1. Arada məsələn 0 götürüb işarəni yoxlayırdım. 0-da müsbətdir, 0-da müsbətdir. Müsbət deyilir, burada mənfidir. Mənfi oldu, müsbət kənarlarda oldu. Bizə də lazım idi ki, mənfi olsun. Mənfi olan dediyimiz kimi mənfi 1, müsbət 1 arasında oldu. 214 nömrəli sualda funksiyanın ekstremumu təyin edin. Ekstremumu təyin etmək üçün teorem alarlar birinci. Birinci tərtib teoremə sıfıra bərabər olan nöqtəsi böhran nöqtəsini əvvəlcə təyin eləyək. Loqaritmin teoreməsi nə idi? Loqaritm A əsasdan bəyinin teoreməsi nə idi? 1 bölək x, yəni 1 bölək x kvadrat üstə gəl 81. Bir dənə də elin A məxrəcdə olmalı idi, səhv eləmirəmsə. Bir dənə də elin 3 olmalı, belə bir şey olmalıdır. Və mürəkkəb funksiya olduğu üçün bir dənə də sürətdə yazmalıyam. Mötərizənin teoreməsi. Mötərizənin teoreməsi x kvadratın teoreməsi 2x eləyir. Bərabər 0. Bərabərdir 0. Məxrəc 0 olmaz, yalnız sürət 0 ola bilir. 2x bərabərdir 0 olduğuna görə x bərabər 0 alırıq.
X bərabər 0-ı da funksiyada yerinə qoyaq. F0 bərabərdir, alınır loqaritma 3 əsasdan 81. 81 də nədir? 3 üstü 4-dür. Loqaritma 3 vurulsun, 3 üstü 4. Orada qalır elə cavab 4. Bu da oldu ekstremum. Nöqtə soruşsaydı x bərabər 0 götürərdim. Amma nöqtə demir, burada ekstremumu soruşulur. 215 nömrəli sual. Funksiyanın maksimum nöqtəsini təyin edin deyə soruşulur. Maksimum nöqtəsi birinci tərtib teoremə bərabər 0 yazıram ki, böhran nöqtəsini alım. Hasil funksiyası kimi baxım buna, yoxsa nisbət kimi baxım? Gəl nisbət kimi baxım. Y üstü x. Məxrəcin kvadratı. Sürətin teoreməsi vurulsun, məxrəc y üstü x eləyər. Çıxaq, sürət vur məxrəcin teoreməsi x vur y üstü x eləyəcək. Bir ixtisarı gedər y üstü x-ların. Qalar 1 minus x, aşağıda da elə y üstü x. Bərabər 0. Məxrəc 0 olmaz, məxrəc həmişə müsbətdir. Deməli, sürət 0 olmalıdır. Sürətin 0 olması üçün də x bərabər 1 olmalıdır. X bərabər 1 aldıq cavab. 216. Ən böyük, ən kiçik qiymətləri müsbət artma intervalı. Dönə-dönə, yəni bunlar hamısı eyni qayda ilə həll olunan suallardır. F0-da yoxlamalıyam. Birinci qiymət budur. 0 çıx 0 plus 1. 1 elədi. Sonra isə digər uc nöqtəsində yoxlamaq lazımdır. F3-də yoxlayırıq. 3 vur 9, 27 çıxaq 18 plus 1 bərabərdir 10. 1 var, bir dənə də 10 var. Ən kiçik və ən böyük qiymətlərin cəmi teoreməsini alaq ki, digər nöqtələri də tapaq. 6x çıx 6 bərabər 0, x bərabər 1. Üçüncüsü F1-də. 1 bu parçaya daxildir. Hə, daxil. Daxildirsə F1-də almaq lazımdır qiyməti. 3 çıxaq 6 plus 1 neçə eləyir? Mənfi 2. Ən böyük qiymətimiz 10-dur, ən kiçik qiymətimiz isə mənfi 2-dir. 10 ilə mənfi 2-ni toplayanda da eləyər 8. 217. Müsbət artma intervalı. Artma intervalı birinci tərtib teoremənin 0-dan böyük olduğu intervaldır. Bu funksiyanın teoreməsi nəyə bərabərdir? 3-də 1 vuraq 3x kvadratı, üstə gələk 2-də 1 vuraq 2x çıx 6. Bərabər 0, 3-də 1-lər getdi, 2-də 1-lər getdi. X kvadrat üstə gəl x çıx 6. Bərabər 0, bunun kökləri 3 və 2-dir. Hansıdır mənfi olan? 3 mənfi olandır. Və bizə böyükdür 0 lazımdırsa, bu mənfi sonsuzluqdan mənfi 3-ə qədər birləşməsi 2 müsbət sonsuzluq olan cavab olmalıdır. Müsbət artma intervalı soruşduğuna görə də biz də müsbət tərəfi götürürük, mənfi tərəfi götürmürük. Artma intervalına daxil olan tam müsbət kiçik olan ədəd axtaraq. Birinci tərtib teoreməsini 0-a çevirirəm ki, bunun böhran nöqtəsini tapım. Elinin teoreməsi 1/x olduğu üçün nə varsa hamısını salırıq məxrəcə. Və birdən də mürəkkəb funksiya olduğu üçün mötərizə daxilən olan ifadənin teoreməsini alıb vurmalıyıq. Bu da eləyər 2x çıx 4. Bərabərdir 0. Məxrəc heç vaxt 0 olmur. Niyə? Çünki diskriminant burada mənfidir. Baxın 16 çıx 48. Mənfidirsə, həqiqi həlli yoxdur, kompleks həlləri var, amma biz kompleks həllərin üzərində işləmirik, onu axtarmırıq. Diskriminant mənfi olanda parabola birinci, ikinci rüblərdə yerləşir, yəni həmişə müsbətdir, y həmişə müsbətdir. Deməli, yalnız bu ifadə 0 olmalıdır. Burada x bərabərdir, 2 olur. X 2 olarsa, artma intervalı deyəndə funksiyanın birinci tərtib teoreməsinin 0-dan böyük olan aralığına baxırıq. Və bu zamanda nə alırıq? X böyükdür 2 olmalıdır. X 2-dən böyükdürsə, onda bu aralığa daxil olan, yəni 2 müsbət sonsuzluq aralığına daxil olan ən kiçik müsbət tam ədəd olacaq 3.
219 funksiyanın böhran nöqtələrinin cəmini tapın. Çox asandır. Sualı birinci tərtib teoreməsini alıb Weyl teoreminə əsasən cavabı deyə bilərik. Bərabərdir 0. Cəmi nədir? Çevrilmiş kvadrat tənlikdə cəm əks işarə ilə x-in əmsalıdır ki, bu da mənfi 2-nin əksi müsbət 2-dir. 220-ni də həll edək, sonra fasilə verə bilərik. 200 bu funksiyanın maksimumu üçün yenə də teoreməsini alaq ki, böhran nöqtəsini tapaq. Funksiyanın teoreməsi nəyə bərabərdir? Nisbət kimi baxsaq, 4 üstəgəl x kvadratının kvadratı. Sürətin teoreməsi vur məxrəc, çıxılsın, sürət vuraq, məxrəcin teoreməsi. 4 üstəgələ x kvadrat çıx 2x kvadratından 4 çıx x kvadrat qalacaq. Məxrəci də 4 üstəgələ x kvadratının kvadratı. Bərabər 0. 2 dənə kök var. X bərabər müsbət mənfi 2. Yaxşı, bunun hansı maksimumda, hansı minimumda biz bunu intervallar metoduyla tapmalıyıq ki, funksiya minimumdan maksimuma gedib, yoxsa maksimumdan minimuma gedib. Bu bizim üçün önəmlidir. Mənfi 2, müsbət 2. Sıfırda yoxlayıram teoremənin işarəsini. Bura mən 0 yazsam, x-in yerinə 0 yazsam müsbət olur. Deməli, kənarlar mənfi olur. Onda bu funksiya nə edib? Yoldaşlar, bu funksiya nə edib? Mənfi idisə, deməli azalıb, sonra artıb. Mənfi 2 nöqtəsi bunun minimum nöqtəsi olacaq. 2 nöqtəsində isə funksiya artıb, sonra azalıb. Düzdür? Artıb, sonra azalıb. Deməli, bu maksimum nöqtəsidir. Maksimum nöqtəsidir. Amma bizə maksimumu istədiyinə görə bu nöqtəni gətirib funksiyada yerinə yazmalıyıq. Yəni biz f2-ni tapmalıyıq. f2. f2-ni tapsaq bu 2 bölünsün. 2 plus neçədir bu? 2-nin kvadratı 4, 8. O da eləyər 1 bölü 4. 1 bölü 4 də nədir? Yəni 4də 1 0,25-dir.